Bugün sizə elə bir məkandan danışmaq istəyirəm ki, əminəm uşaqlarınızla və ailənizlə birlikdə mütləq buranı görmək istəyəcəksiniz. Bura Qala kəndində yerləşən Tullantıdan Sənətə muzeyidir və bu yer bizi doğrudan da heyran etdi. Muzeyin qapısından içəri addım attığımız anda sanki tamamilə fərqli bir dünyaya qədəm qoyursan. Hər künc, hər detal sizi heyrətləndirir. Adi, gündəlik həyatda əhəmiyyətsiz kimi görünən əşyalar burada möhtəşəm sənət əsərinə çevrilib. Muzey 2015-ci ilin 14 iyun tarixində açılmışdı. Muzeyin yaradılma məqsədi gündəlik həyatda istifadə olunmayan və tullantı kimi qiymətləndirilən əşyaların sənət əsərinə çevrilməsi, təkrar istifadəsi və ekologiya mövzusunda ictimaiyyətin diqqətini çəkməkdir. Bu muzeydə təxminən 180-ə yaxın sənət əsəri nümayiş olunur. Plastik butulkalar, köhnə təkərlər, siqaret kötükləri, metal parçalar, qırılmış oyuncaqlar, bunların hər biri yalnız bir tullantı deyil, həm də sənətkarın yaradıcılıq enerjisini, təbiətə olan sevgisini və heç bir şey tam tullantı deyil mesajını daşıyır. Əsərlər yerli və xarici sənətkarlar tərəfindən hazırlanıb. Muzeydə 44-dən çox ölkədən yaradıcıların işləri yer alıb. Hər eksponat öz hekayəsini danışır. Bəzisi sizə uşaqlıq xatirələrini aparır, bəzisi sizə ətraf mühit haqqında düşünməyə vadar edir. Burada baxdığınız hər bir detal insanın təxəyyülünü oyadır, ruhunu qidalandırır və hətta sizi öz iç dünyanıza baxmağa təşviq edir. Bəzən bir köhnə təkər və ya parçalanmış oyuncağın necə incə və zərif bir sənət əsərinə çevrildiyini görüb heyran qalmaqdan özünü saxlaya bilmirsən. Muzey sadəcə gözə xoş gəlmir, həm də düşündürür, öyrədir və ilham verir. Uşaqlar üçün isə bu həm əyləncə, həm də öyrənmə məkanıdır. Onlar görürlər ki, gündəlik həyatda əhəmiyyətsiz görünən əşyalar belə yaradıcılıqla möcüzəyə çevrilə bilər. Biz də ailəlikcə eksponatlara baxa-baxa heyran qaldıq. Bəziləri o qədər maraqlı idi ki, uzun-uzadı baxmadan keçmək olmurdu. Əgər sən də həm sənətlə, həm təbiətlə, həm də yaradıcılıqla maraqlanırsansa, Qala kəndindəki Tullantıdan Sənətə muzeyini mütləq ziyarət etməlisən. Kamera və telefonunuzu hazırlayın, çünki hər küncdə şəkil çəkməyə dəyən bir detala rast gələcəksiniz.